Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Zərdab Peşə Liseyinin keçmiş direktoru və sabiq millət vəkili Əl-Hüseyn Əliyev vəfat edib. Xəbər verilir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, onun 76 yaşı var idi. Əl-Hüseyn Əliyev 1991-ci ilə qədər rayon partiya komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri və ideoloji şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. O, 2 çağırış üzrə Zərdab rayonunu təmsil edərək deputat mandatı qazanıb. Əl-Hüseyn Əliyev həmçinin 2016-cı ilə qədər Zərdab Peşə Liseyinə rəhbərlik edib. Əməkdar artist Lalə Məmmədova sosial şəbəkə hesabında tezliklə başlıqlı paylaşımı ilə diqqət çəkib. Xəbər verilir ki, sənətçi Həsrətinlə Yaşamaq adlı yeni mahnısını təqdim etməyə hazırlaşır. Sözgüdə mahnının musiqisi xalq artisti bəstəkar Aygün Səmədzadəyə, sözləri isə Aysel Xanlar qızına məxsusdur. Layihənin aranjmanı Talih Ağayevə, səslənməsi isə Bəxtiyar Həsənova aiddir. Qeyd edək ki, ifaçı bu mahnını ilk dəfə mayın 25-də Gəncə Dövlət Filharmoniyasında baş tutan xalq artisti Aygün Səmədzadənin müəllif konsertində ifa edib. Həsrətinlə Yaşamaq mahnısının yaxın günlərdə rəqəmsal platformalarda yayınlanması gözlənilir. Xeyirli olsun.